Onu da qeyd edim ki, mən Amerikanın Səsinin əməkdaşıyam, Meydan TV-nin əməkdaşı deyiləm, amma yenə də oranın əməkdaşı olsaydım, bu cinayət deyil. Allah'ta demiş. Dünən gecə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları qızımın yaşadığı ünvana daxil olublar, zor tədbiq eləyiblər, evdə axtarış aparıblar, evi bu vəziyyətə pianinanı qırıblar, nə axtarıblar bilmirik, bütün evi alt-üst eləyiblər, qızıma da zor tədbiq eləyiblər, mənim qızım narahatdır, başına da yumruqlar. Nə istədikləri də bəlli deyil. Sırf jurnalistika fəaliyyətinə görə təqib olunub neçə günlərlə. Özü də dünən görüb. Gəlib evə çıxanda basqın eləyiblər evə. Qızıma zor tətbiq eləyiblər. Jurnalistika fəaliyyətinə görə. Nə axtarıblar bilmirəm. Evdən də saxta valyuta çıxardıblar. 6500 evrodur nədir? Saxta valyuta özləri qoyub özləri çıxardıb. Mənim qızım bəyəm saxta valyuta ilə hərəkət edir. Saxta valyuta nə deməkdir? Saxta valyuta ölkəyə hardan keçirilir? Bu saxta ittihamlardır. Mənim qızıma qarşı bugünkü günü bu ittihamlar. O birisi jurnalistlərə necə senari qurulub saxta ittihamlar deyilir. Onda biləcəksən, o çəksin qız. Qızımın yataq otağıdır. Görün nə hala salıblar. Bütün əşyalar yerdədir. Hamısını qırıb dağıdıblar. Baxın. Termonu nə vəziyyətə salıblar. Məhər baş polis idarəsinə çağırılmaq ehtimalı var isə çağırılsaydı mənim qızım etiraz eləyərdi ki, bir dəfə çağırılıb gedib, izahatını da verib, ifadələrində hər şeyi təqzib eləyib. Bundan əlavə ikinci dəfə təqib eləyib, gəlib basqın eləyib evə. Giriblər, evi bu hala salıblar. Meydan TV-nin əməkdaşlığı olmuyor. Yəni olsa da belə bu cinayət deyil. Ventilator qırıqları.